Paşinyan, baxın bu xəbərə. Sülh danışıqlarında irəliləyiş var. İrəliləyişi bu qəbul edilməzdir. Mən geçmişdə görmədirəm. Amma burada yazılıb ki, Salam hörmətli izləyicilər. Bugün Peace Summary verilişinin ilk buraxılışıdır. Salam dostlar. Əslində bugünkü verilişə kimin velosipedi daha sürətlə gedir adını da qoya bilərdik. Mən Paşinyan, Ermənistan baş naziri. Mən İlham Azərbaycan prezidenti, xoş izləmələr. Bu həftə mən velosipedimlə İrəvan küçələrini fəth elədim. Qaska taxmışdım ki, birdən kimsə anklavlar nə oldu deyib başıma nə satar. Ehtiyatlı ol Nikolcan. Nikol, sən velosipedə gəzəndə xəritəni unutma, yoxsa yol azıb gəlib bizim yeni postlardan birinə çıxarsan, sonra vəziyyətin delimitasiyalı olar. Oldu İlham qardaş. Amma etiraf edirəm, idman yaxşıdır. Mən də bu həftə Şuşada, Xocalda təməl atmaqdan yorulmuşam, biraz asfaltın dadına baxmaq lazımdır. Bilirsən nə baş verdi? Bu həftə Avropadan gəlib mənə Nikol, sən əsi demokratiya mayaksan dedilər. Bahu o payatondan ola bilməz. həqiqətdir. Mən də dedim ki, mayak olmaq asandır. Əsas odur ki, işığı sönməsin. Vallah, o mayakın bataryası mənim əlimdədir, özün bilirsən. Söndürmərsən də İlhamcan. Avropa demişkən, mən də bu həftə bir neçə qlobal forumda enerji təhlükəsizliyi dərsi keçdim. Hamı elə bilir qaz satıram, əslində mən onlara həm də səbir satıram. Səbir demişkən bizim müxalifət bu həftə yenə küçələrdə Nikol get qışqırırdı. Mən də pəncərədən baxıb deyirəm ki, ay qardaşlar, hara gedim? Sərhədlər hələ tam müəyyən deyil, gedib azaranmı? İlham mənim gəlib götürər məni. Nikol, mən gəlsəm geri qaytarmaram. Bilirsən də dəhliz məsələsi hələ masadadır. Amma zarafat bir yana, bu həftə sülhdən çox danışdıq. Mən deyirəm konstitusiyanı dəyiş, sənsə deyirsən velosiped sürək. Belə getsə sülh müqaviləsini velosipedin təkərinə yazmalı olacaq. Velosiped sürək. Oh, təkər fırlanır, yazı oxunmaz. Gəl belə eləyək. Gələn həftə sən mənə biraz o dəmir yumruqdan yox, dəmir iradədən borc ver. Mən də bizimkiləri yola gətirim. İradə bizdə boldur, Nikol. Sən əsas odur xəritələri düzgün oxu. Hələliksə izləyicilərə deyək ki, bizi izləməyə davam etsinlər, çünki hər an yeni bir xoş gəldiniz lövhəsi görə bilərsiniz. Sağ olun. Mən də gedim təkərimi şişirdim, yolumuz hələ uzundur ya da sən deyən kimi çox qısadır.